Niyə mən başqalarının fikrini önəmsəyirəm və öz istəklərimi, davranışlarımı dəyişdirirəm? Doğrudan da bəzən bizim davranışlarımızın arxasında olan səbəbləri və mexanizmləri biz anlamaya bilirik və onların fərqinə varmaya bilirik. Bunun üçün də təbii ki, terapiya var ki, siz orada bunun fərqinə varırsınız və nəyisə dəyişdirə bilirsiniz. Və hər kəsin həyat hekayəsi çox fərqlidir, çox fərdidir. İndi bu suala mən geri qayıtsam, mütləq ki, əgər siz kiminsə fikrini önəmsəyirsinizsə, orada fərqinə varmadan nə isə əldə edirsiniz. Məsələn, ola bilər ki, siz qınanmaqdan qorxursunuz və ya qəbul edilməməkdən qorxursunuz və ya xəcalət hissini yaşamaqdan qorxursunuz. Buna görə də o fikri önəmsəyərək siz öz istəklərinizdən imtina etmiş və öz davranışlarınızı dəyişdirə bilirsiniz.